Elə növbəti sujetimizdə də Qarabağın döyünən ürəyi Laçındakı Beynəlxalq Hava Limanının açılışından danışacağıq. Bu hava limanı ölkəmizin gücünün daha bir isbatıdır. Laçınlar üçün isə bu bir rahatlıq, təhlükəsizlik və güvənin özüdür. Bir zamanlar min bir əziyyətlə yurdu tərk edənlər bugün düz və açıq səmayla yurda dönüş imkanı qazanırlar. Qarabağın ürəyində yeni bir nəfəs. Laçın göyləri sülh qoxuyur. Uzun illər niskilin, kədərin adı olan bu yurdumuzda indi tarix yazılır. 3 dost, 3 qardaş, 3 müttəfiq, 3 lider dağlar qoynundan dünyaya birliyin, bərabərliyin, sülhün mesajını verdilər. Bəli, Beynəlxalq Hava Limanının açılışının özü belə tarixi məqam olmaqla yanaşı, həm də beynəlxalq aləmə açılan sevgi pəncərəsidir. Bu nəqliyyat mərkəzi həm də azadlığın, qayıdışın və qürurun simvoludur. Bu, böyük və möhtəşəm hadisədən ən çox təsirlənənlərsə sözsüz ki, Laçın sakinləridir. Ümumiyyətlə, Laçında hava limanının tikintisi texniki baxımdan, inşaat elmi baxımından çox böyük nailiyyətdir. Orada nə qədər torpaq işləri, nə qədər qayalar dağıldı ki, bu deməli hava limanının enmə zolağı tikilsin və s. Bu böyük uğurludur. Digər tərəfdən həmin o Qorçu kəndindən rahatlıqla həm Laçına gəlmək olur, 30 kilometr orada məsafəsi var, həm də Kəlbəcərə getmək olur. Digər tərəfdən təhlükəsizlik baxımından da bu çox önəmli bir layihədir. Laçın Beynəlxalq Hava Limanının açılması bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına da xeyli təsir edəcək. Regionun iqtisadi, ticari imkanları da artacaq, deyir Şahin Məmmədov. Bu bölgəni qarış-qarış tanıyan, bütün ruhu ilə yurda bağlı olan, əslən Laçın rayonunun Pircahan kəndindən olan ziyalı Şahin Məmmədov onda deyir ki, bu hadisə rayonda yeni iş yerlərinin açılması və sakinlərin məşğuliyyəti üçün də bir zəmindir. Təbii ki, sakinlər üçün bir rahatlıqdır. Burada turizmin inkişafı üçün artıq şərait yaranacaq, insanlar üçün iş yeri açılacaq və sakinlər məsələn istədiyi kimi 1-2 saat içində Bakıya gəlib qayıtmaq olacaq. Digər tərəfdən də bir qürurdur. Bəli, bugün Laçından gələn səs təkcə təyyarə mühərrikinin səsi deyil. Bu bir xalqın, dövlətin, tarixinin yeni bir səhifəsi, təzə bir nəfəsidir. Bölgəyə gələn sabitliyin, ümidin səsidir. Bu səs hər zaman gür gələcək. Azərbaycan var olduqca. Bəturiyə Nəbiyeva, Bəkir Həşimov, Space.